Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü mövzumuzda da Peyğəmbər və onun əhl-i beytinə qarşı olan qüvvələr haqqında danışacağıq. Həmişə biz baxıb görürük ki, Vəhabi firqəsi saxta olaraq, yalandan əhl-i beyti, Peyğəmbəri, imamları sevdiklərini iddia edirlər. Amma hər dəfə İmam Hüseyin əleyhissalamla, Həzrət Əli əleyhissalamla və Peyğəmbərin özü ilə düşmənçilik eləyən firqənin, yəni Bəni Üməyyənin bütün cinayətlərinə don geydirməyə, bəraət qazandırmağa çalışırlar. Gəlin, izləyək. Mənə görə 10 dənə Hüseyin, bir dənə Həmzə ola bilməz. Kim yedi İmam Həmzənin ziyarın? Vəhşi. Ha kim? Hind, vəhşi. Ha kim idi Hind? Tövbə elədi. Allah Kim idi? Kimin anasıydı 10 dənə? Qulaq as. Siz nəsildən keçmə qardaş. Quranda ayə var. Rəbbim deyir ki, tövbə edənləri bağışlayıram. Bir dənə Hüseyni öldür, tövbə eləməsən. Harada yazılıb ha? Bir dənə Hüseyni öldür, tövbə eləməsən. Harada yazılıb ha bu? Sizin hansı kitabda siz peyğəmbərsiniz? Allah siz kimsənin tövbəsinin arasına girsin. Ya nə deyirəm, aynama. Mən söhbət kafirlikdən getmir burada. Necə kafir, Mən kafir sual deyirəm deyirəm ki, Həzrəti Həmzənin ciyərin kim yedi? Hind. Bir bak Hind kimin anasıydı? Niye cevap vermirsən ki? Kimin anasıydı? Muaviyyənin anası. Ha? Hind Muaviyyənin anası. Mən siz bir yaxda niye demirsən ki? Deyirəm kimin anası? Ay qaqa, siz insanları seçə bilmərsiniz. Deyirəm tövbə. Allah insanın arasında bir əməl. Sən kimsən ki? Gördüyünüz kimi burada da bu Vəhabi təmsilçisi Muaviyyənin anası Hində bəraət qazandırmaq üçün hansı vəziyyətə düşür? Yəni Həmzə əleyhissalamın ciyərini yeyən bu vəhşi qadına bunlar bəraət qazandırır və onun tövbə etdiyini və onun belə deyək günahsız olduğunu iddia edir. Baxın, paradoks nədir? Burada eyni zamanda Həmzəni İmam Hüseyin əleyhissalamla üstün bilir və eyni zamanda Həmzənin düşməninə bəraət qazandırır. Göya tövbə eləyib. Onlar tövbə eləməyiblər. O insanlara tövbə nəsib olmaz. Onlar zahirdə İslamı qəbul ediblər. Hind də, Əbu Süfyan da, Muaviyyə də, Yezid də bunlar İslamla düşmənçiliklərini sona qədər davam etdiriblər. Zahirdə İslamı qəbul ediblər. Baxın, bu Vəhabi təmsilçisi digər Vəhabi elm tələbələri kimi iddia edir ki, bəs o tövbə eləyib. Sən onun tövbəsini hardansa oxumusanmı? Onun Həmzənin ciyərini yeməsinə tövbə etdiyini hansısa bir mənbədə göstərə bilərsənmi? Göstərə bilməzsən. Çünki yoxdur elə bir mənbə. Bəs bunlar Peyğəmbər düşməni olan Hində bəraət qazandıraraq Peyğəmbərlə düşmənçiliklərini sübut edirlər. Bir. İkinci deyir ki, mən deyir 10 dənə də Hüseyin gəlsə bir Həmzəyə dəyişmərəm. Yəni bu adam ilə İmam Hüseyin əleyhissalamı tanımır. İmam Hüseyini tanısaydı onu sevərdi, sevsəydi onu tanıyardı. Hansı ki onun haqqında Allah təbarək və Teala Quran-ı Kərimdə buyurur ki, İnnəmə yuridullahu liyudhibə ənkumur ritsə əhləl beyti və yutəhhirikum təthira. De ki, ey əhl-i beyt, Allah sizdən bütün çirkinlikləri, nöqsanları uzaqlaşdırıb sizi pak saxlamaq istəyir. Həmzə haqqında bu deyilibmi? Və yaxud Mübahilə ayəsində deyilir ki, Fəqul təalu nəd'u əbna'ana və əbna'akum və nisa'ana və nisa'akum və ənfusana və ənfusakum thümmə nəbtəhil fənəcəl la'nətəllahi aləl-kadibin. Bilirsən nədir bu? Deyir ki, siz özünüz, biz özümüz, siz oğlanlarınızı, biz oğlanlarımızı gətirin və qadınlarınızı, biz öz qadınlarımızı gətirək və yalancıya Allahdan lənət diləyək. Bilirsən kimin haqqındadır? Əbna-ənə burada İmam Hüseyin əleyhissalamdır. Burada Həmzənin adı varmı? Allahın Rəsulü buyurur ki, hər kəs məni sevirsə Hüseyini sevsin. Çünki mən Hüseyinnənəm, Hüseyin məndəndir. Allahı sevən hər kəs Hüseyini sevər. Həmzə haqqında bu deyilibmi? Hüseyin mənim ciyər parəmdir. Hüseyin və Həsən cənnət cavanlarının seyyididir.
Bunlar əhl-i sünnə mənbələrindədir. Mən bunların deyə bilərəm, Musnəd Əhməd ibn Həmbəl 1361-ci hədis, Tirmizi 3775-ci hədis, İbn Macə Qəzvini 144-cü hədis. Yəni bunlar hamısı əhl-i sünnə mənbələrindədir. Həmzə haqqında bunlardan biri varmı? Əlbəttə Hüseyn Həmzədən yox üstün olub. Amma sizin qəlbinizdə olan Əhl-i Beyt düşmənçiliyi, Peyğəmbər düşmənçiliyi icazə vermir ki, Peyğəmbər və onun Əhl-i Beytinin düşmənlərini düşmən hesab edəsiniz. Çünki siz özünüz Peyğəmbər və onun Əhl-i Beyti ilə düşmənsiz. Əziz dinləyicilər, əziz müsəlmanlar, ey bu Vəhabi sürüsünün dalıcan qoşulub gedən zavallılar. Baxın, bunların Əhl-i Beytə məhəbbətinin saxtalığı budur. Bunların Əhl-i Beytə düşmənçilikləri bundan ibarətdir. Hamısı yalandandır. Yezidə bərayət qazandırırlar ki, Yeziddir, bəlkə tövbə eləyib. O necə tövbə elədi ki, İmam Hüseyin əleyhissalamı öldürəndən sonra Hərrə hadisəsini törətdi, Mədinəni işğal elədi, müsəlman qadınlarını öz əskərlərinə 3 gün halal elədi. Hansı tövbədən danışırsan? Kəbəyə od vurdurdu, yandırdı Kəbəni. Hansı tövbədən danışırsınız? Amma bunlar Yezidi müdafiə edirlər. Niyə? Çünki Yezid İmam Hüseyin əleyhissalamın düşməni idi. Bunlar Muaviyyəyə bərayət qazandırırlar. Suffey müharibəsində Həzrət Əli ilə üz-üzə duran, zamanənin xəlifəsini təksib eləyən, Peyğəmbər deyir ki, hər zamanın imamını tanımaya ölsə, cahiliyyət dövründə ölmüş kimidir. Muaviyyə Əlinin imamətini tanımadı. Deməli, cahiliyyət dövründə ölmüş kimidir. Kafirdir Muaviyyə. Amma siz onu müdafiə edirsiniz. Budurmu sizin Əhl-i Beyt məhəbbətiniz? Budurmu sizin İslamdakı sədaqətiniz? Yox. Bu İslamın düşmənçiliyidir. Necə ki, bugün siz müsəlmanlarla düşmənçilik eləyib Yahudilərin yanında yer alırsınız, dünən də Peyğəmbər və onun Əhl-i Beytinin düşmənlərinin yanında yer alıb düşmənçiliyinizi bildirirdiniz. Ona görə də dəyərli izləyicilər, Vəhabilər Peyğəmbər düşmənlərini, Əhl-i Beyt düşmənlərini dost bildikləri üçün Peyğəmbərə düşməndilər. Vəhabilər bugün İsraili dost bilib, Fələstinliləri təcavüzə məruz qalan hesab eləmədiklərinə görə zalimin yanındadılar və həmən o zalimlərlə birlikdədirlər. Müsəlman zalimin yanında deyil. Peyğəmbər buyurub ki, ümmətimdən hər kəs fəryad eləyə, kömək istəyə. Cavabına, səsinə səs verməyən mənim ümmətimdən deyil. Bugün Vəhabilər də Fələstindəki müsəlmanların səsinə səs vermədikləri üçün Peyğəmbər ümmətindən deyirlər. Vəssalamu aleykum və rəhmətullah.